Dəmir 3 oksid və CO-nun reaksiyasından dəmir və CO2 əmələ gəlibdir. Reaksiyada bərk kütlə neçə faiz azalar deyə bizdən soruşur. Burada dəmirin nisbi molekul kütləsi burada 160'dır. Yəni kütlə 160 olanda sonra məsələn burada bərksə reaksiyada sağ tərəfdə bərk budur. Çünki dəm qazı və karbon qazı qazdır adi şəraitdə. Buradan da 112 qram da budur. Yəni belə deyək də 160 olub 112. Nə qədər azalma var burada? 8 və 48 qram azalma var. Yəni buradan elə 3 oksigen azalma kimi də baxa bilərik. Yəni 160'da 48 azalma var. Biz burada bunu tənasüb kimi qura bilərik. 160 tam kütlədir. Azalan 48'dir. Bu nə qədərdir? X-dir. X da bərabərdir. Burada nə olacaq? 160 məxrəcə 48 vurulsun 100. Buradan da eləyəcək 30% azalar. Cavabımız C variantı.